Salam dostum, bu videonu Narmobile nömrəsi işlədən dostuma mütləq göndər ki, o da bu proqramı yükləyib lazımsız və hədər yerə pul aparan funksiyaları bağlasın. Yüklədikdən sonra sadəcə olaraq daxil oluruq və daxil ol düyməsini vurub mobil nömrəmizi daxil edirik, gələn SMS-i təsdiqləyirik, ondan sonra Nar Plus kabineti açılır bizim üçün. Nömrəmi daxil etdim, indi isə SMS gözləyirəm. SMS telefonuma gələndən sonra bura daxil eləyəcəm. Bəzi telefonlarda bu SMS avtomatik olaraq özü daxil olunur bura kod. 4 rəqəmli koddur, sadəcə olaraq SMS-dən götürüb buraya yaza bilərsiniz. Və kabineti açdıqdan sonra biz balansımızı görürük və hansısa nömrəmiz bir tərəfli blok olacaq, onu görürük. Hətta üstünə vurub digər iki tərəfli blok olma tarixinə də baxa bilərik. Daha sonra isə hesabın bölməsinə giririk və abunəçilərim butonuna basırıq və baxırıq. Əgər başqa hansısa bir megabayt və yaxud gigabayt abunəliyi varsa, istəsəz təbii ki, burada üstünə vurub ləğv eləyə bilərsiniz. Mən unikal tarifi işlədirəm, hansı ki 3.79 aylıq pul ödəyirəm. Bu bilirsiniz ki, məcburidir. Çünki son zamanlarda bildiyiniz kimi mobil operatorlar hamısı bir nəfər kimi məcburi ödənişə keçdilər. Yəni dedilər ki, mütləq bizə hər ay pul verməlisən ki, nömrən açıq qalsın. Daha isə hesabın bölməsində biz nömrənin idarə olması bölməsini giririk. Yükləndə sonra baxırıq. Baxın, buraxılmış zəng sizdə əgər qoşuqdursa, ləğv eləyin getsin. Bu nədir? Telefonunuz sönük olandan sonra sizə SMS gəlir ki, sizə telefonunuz sönük olanda zəng gəlib. İnanmıram bu ki, məsələn, çox da vacib bir funksiya olar. Ona görə də bağlayın getsin ki, ayda 50 qəpik yeməsinlər sizdən. Həmçinin balans bildirişi var burada. Hansın ki, 67 qəpik aylıq çıxır. Onu da bağlaya bilərsiniz ki, hər ay 67 qəpik boş-boşuna getməsin. Çünki belə deyək də, balansı zaten girib Nar Plus proqramının içinə yüklaya bilərsiniz. Həmçinin baxın, gizli nömrə falan açıqdırsa ləğv eləyə bilərsiniz. Paketsiz internet istifadəsi deyilən bir şey. Bunu mütləq şəkildə ləğv eləyin ki, megabaytınız qutaranda balansınızda olan pulları və belə dostlar, bu funksiyaları ləğv eləyin ki, sizin balansınızdan artıq pullar çıxılmasın hər ay. Ümid edirəm ki, video xoşunuza gəldi. Video xoşunuza gəldisə mütləq şəkildə videonu like eləyin və dostunuza göndərməyi unutmayın ki, o da bu funksiyaları ləğv eləsin ki, balansından pullar getməsin.